deyil. Niyə ki? Aygün Bir Kazımova nə mənalı boyda olaraq, sənəti var ki? bir mənalı olaraq. Aygün Hansıdır? xanımın nə boyda sənəti var ki? Necə yəni? O estradadır da, muğam bilir, nə bilir. Muğamı mən də estradada oxuyuram. Yeri gəlsə mən muğama da getmişəm. Hər şeydən anlayışım var. Kəmalə Günəşli. Eşidirsinizmi? İnsan seviləndə diva olur. Bax, Yəni onu bilin. bax, eşit məni. Bugün Kəmalə Günəşlinin qurdum bu fikrindən razı deyiləm ki, Kəmalə Günəşli divadır. Diva Aygün Kazımovadır. 10 yaşına çatanda olacağam da mən də. Hələ deyən da. Mən o yaşında deyiləm axı. Ondan qat-qat kiçiyəm mən. Aygün xanım da bizim hörmətli. O heç də o möhrün vurub Aygün oturub. Kazımova. Aygün Kazımovanın yerini tutan olmalıdır ya yox. Sizin neçə yaşınız var? Mən 87-ci ildən. 87, 38 yaşım var. Aygün Kazımova 38 yaşında, hətta ondan da tez, elə divadır. O vaxt müğənni az idi, əzizim. İndi div olmaq çətindir. O vaxt 2-3 dənə müğənni var idi. Biri Brilliant Dadaşov idi. Biri Aygün xanım Kazımova Məsələn, mən Brilliant Dadaşov idi. Biri ilə Zülfiyə duetim xanım Xanbabayev idi. 3-4 dənə. Onda Hasan idi. İndi nə bilim kimlər, nə danışır? Sən Aygün Kazımovanı, mən istəmirəm. Aygün Kazımova ilə mən trend 1-də o idi, 2-də mən idim. O ilə yarışırdım, nə danışırsan? Bu göstəricidir. Bəs nədir ki? Xeyr, Bəs Yox, bir dəqiqə, niyə razı deyilsin ki, YouTube göstərici deyil? xeyr. Mən niyə onda restoranlar YouTube hesabına çağırır, veriliş və trendə düşənləri çağırırsan? Mən. Əgər YouTube göstərici olmasaydı, biz populyar Mən olmazdıq. məsəl üçün, Qardaş, YouTube'da böyük məbləğdə pullar vurub, Xeyr, trendi pulla yox, vurmaq trendi demirəm. Özün də Baxış yaxşı qazanmaq bilirsən. olur, bir mənalı olaraq. Bir mənalı. Onda populyar ola bilmirsən. Əgər mən populyaramsa, значит öz kütləmdir. Baxış vurulmayıb. Elə baxışlar var ki, baxış vurulub, sən o mahnıda xəbərin yox. Yoxdur, o Amma mən razıyam. rüyadaydım, elə adam var xəbər olmasın. Значит naturalni baxışdır o. Yox, Bildin bax, nə demək istəyirəm? bugün Kəmalə Günəşlinin Bəli. özünü Aygün Kazımova kimi bir devlə müqayisə etməsi Elə trend Kəmalə Günəşlidir. Elə diva da Kəmalə Günəşlidir. Hə, aparıcı, neyniyəcəksən? Əlindən nə gəlir? Bax, bu nədir müqayisə edirsən? Aygün Kazımova divadır. Aygün Kazımova Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova öz isti yatağında yatıb, öz isti şorbasını içir. Nə bilim, qəhvəsini içir, kofesini içir, dincəlir, itini gəzdirir, nə bilim, nələr də, yəni yaxşı mənada öz iş gücünə məşğuldur. Bax, bu aparıcılar təngə nəfəs nəfə. Bu təngə nəfəs nə öz vəl qatmışsan, ay aparıcı. Nəfəsin gedir, gəlmir. Nə olub sizə? Plan doldurursunuz? Yox, diva odur. Diva, bu divanın statusu nədən ibarətdir? Bu diva adını kim verir? Bu, mən həmişə maraqlandım ki, bu diva adını məsələn Aygün Kazımovaya kim verib? Aparıcılardan başqa heç kim. Niyə görə başqalarını bu qədər aşağı edirsiniz? Düz deyim, mənim Kəmalə Günəşlidən heç xoşum gəlmir, açığı deyimsə. Amma qadını bu qədər aşağılamaq, alçatmaq nəyə lazımdır? Təngə nəfəs. Da nəfəsin gedir, gəlmir, ay aparıcı kişi, ay aparıcı oğlan, nə olub sizə? Aygün Kazımova öz işində, gücündə, öz işlərlə məşğuldur. Sizə nə olub? Sizə nə olub? Onun yerinə dava edirsiniz, mübahisə edirsiniz. O divadır, divadır, divadır. Diva Amerikada böyük səhnələrdə, möhtəşəm zallarda konsert verməlidir. Milyonlarla izləyicisi olmalıdır. Böyük diplomlar gətirməlidir, mükafatlar gətirməlidir ölkəyə. Ölkənin büdcəsinə məhz həmin ölkədən maliyyə gətirməlidir. Deyim, digərlərində deyim. Divalar belə olmalıdır, əzizlərim. Bu nə diva deyib bizim gözümüzə zad eləyirsiniz tez. Nədir sizi belə şirinlikləndirər? Nədir sizi belə həvəsləndirər? Nədir? Bu xanımı niyə belə alçaldırsan? Niyə görə bu qədər aşağılayırsan? Elə Kəmalə Günəşlidir diva. Bax, bu dəqiqə, əgər əlinə durmadan belə pullar cırılır, dollarlar verilirsə, demək diva Kəmalə Günəşlidir.